Məhkəmə qərarı var, amma icrası aylarla uzanır. Yəqin ki, bu problemlə xeyli sayda insan üzləşib. Lakin sözü gedən süründürməçilik halı yaxın zamanda tarixə qovuşa bilər. Belə ki, Prezident İlham Əliyevin təsdiqlədiyi yeni qanunla Azərbaycanda məhkəmə qərarlarının icrasında qarışıq model tətbiq olunacaq. Bu isə o deməkdir ki, dövlət icra məmurları ilə yanaşı artıq özəl qaydada fəaliyyət göstərən xüsusi icra məmurları da işə başlayacaqlar. Onlar məcburi icra orqanı statusuna malik olacaq və qanuna tabe şəkildə fəaliyyət göstərəcəklər. Həmin şəxslərin fəaliyyətinə isə xüsusi icra məmurlarının palatası nəzarət edəcək. Xüsusi icra məmurları məhkəmələrin və digər orqanların qərarlarının icrasını təmin etmək məqsədi ilə xüsusi icra məmuru şəhadətnaməsi almış fiziki şəxslərdir. Onlar dövlət hakimiyyətinin nümayəndəsi hesab olunmurlar. Bununla belə məcburi icra orqanı statusuna malikdirlər. Xüsusi icra məmuru fəaliyyəti peşəkar fəaliyyət olduğuna görə onlar özünü idarə orqanlarında birləşirlər. Bu xarici təcrübədə də belədir və o xüsusi icra məmurlarının palatası adlı qurum onları öz fəaliyyət çərçivəsində birləşdirəcək və xüsusi icra məmuru olan şəxs avtomatik olaraq palatanın üzvüdür. Və palata xüsusi icra məmurlarının özünü idarə orqanıdır. Onun nizamnaməsi qəbul olunur və xüsusi icra məmuru fəaliyyətinin daxili nizamlamaları palata tərəfindən həyata keçirilir. Qurum rəsmisi deyir ki, istənilən ixtisas üzrə ali təhsilli Azərbaycan vətəndaşları xüsusi icra məmuru ola bilərlər. Proses sadə deyil. Namizədlər test və müsahibədən keçməli, 3 aylıq icbari hazırlıq və təcrübədən sonra and içərək fəaliyyətə başlamalıdırlar. Xüsusi icra məmurları cinayət, aliment və məişət zorakılığı kimi həssas işlər istisna olmaqla digər bütün mülki və pul tələbləri ilə bağlı qərarları icra edə biləcəklər. Göstərdikləri xidmət müqabilində əldə etdikləri vəsaitlə özlərini maliyyələşdirəcəklər. Xüsusi icra məmurları dövlət icra məmurlarına fərqli olaraq bütün icra sənədlərini yox, bir qismini icra edirlər. Burada cinayət işləri, inzibati xətalar haqqında işlər, inzibati mübahisələr haqqında işlər, hətta dövlət orqanlarının tərəf olduğu mülki və kommersiya xarakterli işlər, uşaqla ünsiyyət, uşağın alınıb verilməsi, məişət zorakılığı kimi işlər xüsusi icra məmurları tərəfindən icra olunmur. Yerdə qalan bütün işlər onlar tərəfindən sərbəst şəkildə icra edilə bilər. Xüsusi icra məmurları, dövlət icra məmurlarının fəaliyyət fərqli olaraq maaşlı fəaliyyət göstərmirlər. Onlar qanunla müəyyən edilən və dəqiq hədləri Nazirlər Kabineti tərəfindən müəyyən olunan tariflər əsasında ödənişli fəaliyyət göstərirlər. Sistemin tam fəaliyyətə başlaması üçün hazırda işlər aparılır. Xüsusi icra məmurlarının şəhadətləndirilməsi və təlimi üçün hüquqi bazanın qurulması nəzərdə tutulur. Nazirlikdən o da bildirildi ki, xüsusi icra məmuru olmaq istəyən şəxslər müvafiq ərizə ilə Ədliyyə Nazirliyinə və qurumun regionlar üzrə idarələrinə müraciət edə bilərlər. Turqan Əliyev, Ayşən Sərdar qızı, Səbuhi Mustafayev, Xəbər Ertəsi.